Vahid bəy, sizdən başlayaq. Bu il Azərbaycanda bunu daha çox, hamımızdan daha çox hiss edən Azərbaycanda yaşayan vətəndaşlar sizlərsiniz. Qiymətlər qalxdı. Qiymətlərin qalxması təsir edəcəkmi bu digər malların qiymətinə? Məsələn, dizelin qiyməti, benzinin qiyməti qalxdı, dərmanlara təsir edəcək və başqa ərzaqlara təsir edəcək və başqa hansı sahələrə təsir edəcək? Ümumiyyətlə, nə gözləyirsiniz? Təşəkkür edirəm. Əvvəla onu deyim ki, qiymətlər qalxmadı, qiyməti qaldırdılar. Qiymətləri qaldırdılar. Çox təəssüflər olsun ki. Və bilirsiniz, bu Azərbaycan 2021-ci ildən başlayaraq, yəni son 4 ildə də 3-cü dəfədir ki, benzinin və dizel yanacağının qiyməti artır. Və həm də elə 2 dəfə artıq demək olar ki, kommunal xərclərimizin, kommunal xidmətlərin qiyməti qalxıb. Və təsəvvür edin, 2021-ci ildə, il başlayanda da 4 yanvar idi, səhv etmirəmsə, qiymət artımı start veriləndə. O zaman dizel yanacağının qiyməti 60 qəpik. İndi bugün artıq, yəni sabahdan dizel yanacağının qiyməti olacaq 1 manat 10 qəpik. Bu nə deməkdir? Bu o deməkdir ki, ümumiyyətlə iqtisadiyyatda bütün sahələrdə qiymət artımı baş verir. Yəni fərqi yoxdur. Kənd təsərrüfatı məhsuludur, sənaye məhsuludur və yaxud da xidmətin qiyməti artacaq. Bu onunla bağlıdır ki, insanların xərci artır. İkincisi, deməli, yalnız istehsal xərci artır. Yəni istehsal xərci artır. Daşınma xərci artır. Bu əsas göstərir. Məsəl üçün, kənd təsərrüfatında ildə bunların hesablamasına görə 300.000 tona qədər dizel yanacağından istifadə edir. Bizim hesablamalarımız göstərdi ki, 2021-ci ildə, yalnız 2021-ci ildə ilk dəfə qiymət artımı ki baş verdi, son 4 ildə də. O zaman ümumi 60 milyon manat, deməli, ümumi kənd təsərrüfatı məhsulu istehsalı ilə məşğul olan kəndlilərin xərci artır. İndi sonra bir dəfə də 2023-cü ildə bir dəfə də qiymət artımı baş verdi. Əslində ikinci dəfə qiymət artımı baş verdi. O zaman da səhv etmirəmsə, deməli 20 qəpik artırdı. O zaman da hesablamalar təxminən o rəqəmi göstərdi və indi 10 qəpik artım. Bu bəzi adamlara elə gələr ki, 10 qəpik artım bir o qədər ciddi deyil. Amma bu ciddidir nəyə görə? Təsəvvür edin, 2021-ci ildə qiymət artımı baş verdi və bu bir dalğa yarattı. İndi Emin bəy iqtisadçıdır, o yaxşı bilir bu sahəni ki, bu qiymət artımı bir sahədə enerji daşıyıcıların qiyməti artanda bu etap bütün, deməli, istehsal məhsullarının qiymətinin artımına gətirib çıxarır, ondan sonra daşınmanın qiyməti artır və xidmətin qiyməti artır və bu elə ilk etapda baş vermir. Bu artım uzun müddət davam edir. 1-2 il, ən azı 2 il davam edir. Və müəyyən bir etapdan sonra oturuşanda artıq yenidən qiymət artır. Bu, təsəvvür edin, siz hesablayırsınız ki, məsəl üçün, nə qədər xərclə, nə qədər məhsul əldə edəcəksiniz. Məsəl üçün, əkinə nə qədər dizel yanacağından istifadə edilir, nə qədər siz xərc çəkirsiniz və nə qədər artım baş verib və sonra 2 ildən sonra yenidən qiymət artırılır və yenidən bu problemlər başlayır təkrar olunmağa. Yəni, qiymət artımları digər sferalarda özünü göstərir. İndi, əlbəttə, iynədən tutmuş, yəni bugün Azərbaycan deyək ki, avtomobil yığır, Niva avtomobil və yaxud da Belarus traktorunu yığır. İynədən tutmuş o Belarus traktor nə ki, yəni sənaye müəssisəsində və kənd təsərrüfatında da deyək ki, buğda, ondan sonra arpa, bütün, yəni meyvə, tərəvəz, ondan sonra ət, süd, bütün malın, məhsulun qiymətinin artımına gətirib çıxarır. Bunu əgər hökumət deyirsə ki, yox, bunun məsəl üçün heyvandarlığa nə aidiyyatdır, onlar yanılırlar.
heyvandarlıqda məsəl üçün yem istehsalında texnikadan istifadə edilir. Ümumiyyətlə həm də bu hazır olan malın məhsulun daşınmasında avtomobillərdən istifadə olunur. O avtomobillərdən ki, onlar dizel yanacağı ilə deyək ki, işləyən avtomobil. Yəni bütün sferalarda biz görəcəyik ki, qiymət artımı baş verir. Və bu indi sizi əmin edirəm, bununla kifayətlənməyəcək. Nəyə görə qiymət artımını saxlamadılar 2026-cı ilə, yəni bir 5 gündən sonra elan edəcəklər. Məhz 2025-ci il deyirlər. Ona görə ki, 2026-cı ildə mən sizə əmin edirəm, yenidən qiymət artımı baş verəcək və bu dəfə daha ciddi. Ona görə ki, gəlirlər azalır, ciddi şəkildə azalır, xərclər artır və bu artan xərci deyək ki, cərimələr hesabına tam kompensasiya etmək mümkün olmayacaq. İnsanlarda bir o qədər pul yoxdur. Ona görə də növbəti dəfə gediləcək qiymət artımına, baxmayaraq ki, əhalinin vəziyyəti getdikcə ağırlaşır. Amma bunların hələ o düşüncədədirlər ki, ölkədə əhalinin deyək ki, o döşəyinin altında 10 milyard ya manat ya dollardır pul saxlanır. Bunlar elə düşünür. Biz bununla bağlı demişdik də, o pullar hardadır, onu axtarmaq lazımdır. Oliqarx məmurların deyək ki, döşəyinin altında. Adi insanların, kəndlilərin və yaxud da adi insanların və ölkə əhalisi. Əksəriyyətinin banka borcu var. 500 min nəfər artıq uzun müddətli borcu var banka. Ümumilikdə bankdan kredit alanların sayı 3 milyon nəfərdən çox. 3 milyon nəfərdən. Və təsəvvür edin, ölkədə 2 milyon 700 min ailə var. 2 milyon 700 min ailə var. 3 milyondan çox da banka borcu olan adamlar var. Onlar kredit götürüblər. Yəni bu mənada borcudur. Ümumiyyətlə uzun müddətli borcu olanların sayı 500 min. Yəni bunu ona görə deyirəm ki, bunlar düşünür ki, pul əhalidədir, insanlardadır. Amma insanların əksəriyyəti borc işində. Hətta o 500 min adam ki, bugün o aldığı krediti qaytara bilmir, onların mən sizə əmin edirəm, əksəriyyəti o krediti götürmüşdü yalnız qida almaq üçün, ərzaq almaq üçün o vəsaitə. Yəni bugün də imkanları yoxdur vəsaitə qaytarsın. Və ölkədə get-gedə bütün malın məhsulun qiyməti artdığı üçün, insanların xərci artır. Gəlir də bir o qədər artmır. Mən məsəl üçün pensiya alıram da, 320 manat baza hissəsidir və mən alıram bugün 336 manat. Və indi güya bu minimum əmək haqqı 2025-də 9.2%, yəni artım baş verdiyi üçün pensiyanı artıracaqlar. Cəmi deməli olacaq 349 manat. Mən bunu nümunə üçün deyirəm də, minimum pensiya alanları nümunə üçün. 16 manat belə götürəndə də əvvəlki ildən fərqli 16 manat artır. Bəs nə qədər ərzağın qiyməti artır? Ümumi indi bunlar götürüb keçənlə müqayisədə təxminən 7%-dən biraz çoxdur. Amma mən sizi əmin edirəm. Bunlar hər dəfə o inflyasiya 2 rəqəmli olmasın deyə hər dəfə o rəqəmləri aşağı salır. Yəni əmək haqqı da elədir. Əmək haqqı da elədir. Bunlar o minimum əmək haqqı ki təyin etdilər. Bilirsiniz, elə adamlar var məsəl üçün 600 manat pul alır, maaş alır əvvəllər. Onu çağırırlar, deyirlər ki, sənə bu ildən 500 manat verəcəyik. Ona görə ki, bu digər işçinin əmək haqqını biz artırmalıyıq. Onun əmək haqqısı 300 manatdır. Biz onu 400 manat edirik. Yəni bu ümumi götürəndə insanların əmək haqqı artmıyor. Yəni ümumi götürəndə. Amma belə manipulyasiya ilə, deyək ki, yollarla bunlar çalışır ki, bir göstərici, elə bir göstərici təqdim etsin ki, güya hər şey yaxşıdır. Amma digər tərəfdən də insanların xərcləri artır da. İndi yalnız
benzinin qiymətini 5 qəpiyə artırıblar, deyək ki, dizel yanacağının qiymətini 10 qəpiyə artırıblar. Yalnız bu deyil ki, indi sabit xərc yaranır. Hər ayda qaz istifadəçisi 1 manat ödəməlidir, ildə 12 manat. Və elektrik enerjisi istifadəçisi də 1 manat. Yəni görün, ailənin xərci artır, yeni iş yeri yaradılmır, əmək haqqı artmır və bazarda biz bütün malın, məhsulun qiymətinin artdığını görürük. Və əlbəttə, sənaye məhsullarının da qiyməti qalxır, xidmətin də qiyməti qalxır. Və qonşu ölkələrlə müqayisə olunacaq səviyyədə deyil. Artıq elə həddədir ki, mən bilmirəm nəyi nə ilə müqayisə edir də. Ərzağın qiyməti qonşu ölkələrlə müqayisədə 20-30% Azərbaycanda yüksək. Əmək haqqı onlarla müqayisədə yenə onlarda yüksək Azərbaycanda. Azərbaycanda orta əmək haqqı qonşu ölkələrlə müqayisədə təxminən bir 30% aşağı. Yəni bu belə ölkədə vəziyyət pisdir və getdikcə də təəssüflər olsun ki, pisləşir. Pisləşir ona görə ki, bunlar bilirsiniz,